Mayın 17-dən 22-sinədək Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı tədbirlər davam edir. Quba və Lənkərandan sonra Qəbələdə VUF 13 festivalına start verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan VUF 13 festivalının birinci hissəsində qonaqlara VUF 13 ideyaları, hədəfləri barədə məlumat verilib. Müasir şəhərsalma siyasəti, bu sayədə ölkəmizdə görülən işlər, eləcə də şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları barədə danışılıb. Forumun ölkəmiz üçün əhəmiyyəti və tədbir çərçivəsində gənclərin marağına səbəb olan əsas mövzular vurğulanıb. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının tanıdılması məqsədi ilə VUF 13 festivalı çərçivəsində məlumatlandırma sessiyası keçiririk və tələbə və müəllim heyəti üçün VUF 13-ün mahiyyəti, niyə iştirak etməli və necə iştirak etməli, onların həyatına bu necə təsir edəcək və Azərbaycan üçün vacibliyi haqqında danışdıq. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin kiber ixtisası üzrə 2-ci kurs tələbəsiyəm. Bu tədbirin ən yaxşı, cəhətlərindən biri də həm ağıllı şəhərlərin inkişafında, həm də burada iştirak edən daha da görəcəm ki, gənclərin inkişafına da önəm verilir. Bugünkü məlumatlandırıcı sessiyadan da aydın oldu ki, bu forumun əsas məqsədlərindən biri də məhz dayanıqlı şəhərlər və təhlükəsiz mənzil təminatı qurmaqdır. Biz inanırıq ki, bu forum həm ölkəmizin, həm də paytaxtımızın, həm regionlarımızın inkişafı üçün qlobal təcrübələrin ölkəmizə gətirilməsinə əsas töhfələrini verəcəkdir. Festivalın ikinci hissəsi axşam saatlarında açıq havada keçirilən ictimai proqramla davam edib. Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. Həmçinin VUF 13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunub. Gənclər 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına dəvət edilib. Bildirilib ki, forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula biləcək. Səadət Ayazqızı, Samir Cəbiyev, Rüstəm Rüstəmov, ATV Xəbər, Qəbələ.